rayon məhkəməsinin 12-12-ci ay 2024-cü il tarixli qətnaməsi ilə İbrahimova Vəfa 2 avqust 2023-cü il tarixdə Time TV internet televiziyasında Ucar sakini Hüseynova Sevinc Əli qızı barəsində dediyi sözlərin şər böhtan olması sübut olundu. Bununla da sübut olundu ki, Vəfa İbrahimova hicaba bürünüb özünü ibadət edən qadın kimi təqdim etsə də, yalan danışaraq namuslu insana böhtan atıb ləkələmək istəyib. Hicaba bürünmüş Vəfa İbrahimova öz iş yoldaşı barədə işlətdiyi nalayiq sözlərin böhtan olmasına görə məhkəmənin qətnaməsi ilə Sevinc Hüseynovaya 1000 manat təzminat və mətbuatda təksib vermə vəzifəsi qoyulmuşdur. Vəfa İbrahimova məhkəmə qətnaməsini icra etmədiyinə görə Ucar rayon məhkəməsinin 23-12-ci ay 2024-cü il tarixli qərarı ilə 500 manat cərimə olunmuşdur. O hər iki məhkəmə qərarını qərəzli olaraq icra etmir. Hicaba bürünüb üzünü ibadət əhli kimi təqdim edib namuslu insan barədə şər böhtan söyləmək şeytan əməlidir. Həmçinin 3 avqust 2023-cü il tarixdə Time TV internet televiziyasında çıxış edən hicaba bürünmüş digər qadın İbrahimova Fatma Ərzulla qızı isə yalandan deyir ki, 50 yaşım və himayəmdə azyaşlı uşağım var. Sədr Rövşən Rüstəmov bizi qəbul etsin, əlimdə materiallar var, ona təqdim etmək istəyirəm. Ancaq Fatma İbrahimovanın 54 yaşı var, himayəsində isə azyaşlı uşağı yoxdur. Əlində olanlar isə şantaj materialları olmuşdur ki, məhkəmə qətnaməsi ilə ifşa olundu. Bəli, bu iki qadının yalan şər böhtanı əsasında uzun illər Dəmir Yolu İdarəsində nöqsansız işləyən Hüseynova Sevinc Əli qızı bir neçə ildir ki, işsiz qalıb. Məhz bunların şər böhtan video çıxışlarına görə Sevinc Hüseynova işsiz qalaraq aclıq içində yaşamağa məhkum olub. Bizdə mətbuat olaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri cənab Rövşən Rüstəmovdan xahiş edirik, məhkəmə qətnaməsini nəzərə alıb Sevinc Hüseynovanı işinə bərpa etsin. Yalan çiçək açar, ancaq meyvə verməz.